Dövlət satın almalarının vahid internet portalına əsasən, Elm və Təhsil Nazirliyi 2019-cu ildən bəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə aid olan Şərq-Qərb Nəşriyyat şirkəti ilə 30 milyon manatdan çox nəhəng tender müqavilələri bağlayıb. Konkret az məlumat verir ki, bu haqda sosial media hesablarında məlumat yayılıb. Müqavilələrin satın alma predmeti 2019-2025-ci tədris ilinə aid dərsliklərin, metodik vəsaitlərin, iş dəftərlərinin, məktəb sənədlərinin və dövlət nümunəli təhsil sənədləri blanklarının çap olunmasına aiddir. Bu, Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin administrasiyasının rəhbəri vəzifəsindən kənarlaşdırıldıqdan sonraki dövrə təsadüf edir. Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərən aparıcı şirkətlərdən biri olan Şərq-Qərb ASC-nin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 52.144 manat yığılmış vergi borcu var. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına görə Şərq-Qərb ASC 14.09-2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 589.880 manat olan ASC, Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 17 ünvanında yerləşir. Qiymətli kağız mülkiyyətçilərinin reyestr məlumatlarına görə Şərq-Qərb ASC-nin səhmlərinin 96,5%-i Mehdiyev Teymur Ramiz oğluna aiddir.